İnsan dayandırılması mümkün olmayan bu çətin yolculuqda öz başına buraxılmamışdır. Alıb verdiyi hər nəfəsdə, atdığı hər bir addımda, danışdığı hər kəlmədə, gördüyü hər bir işdə Allaha təşəkkür borcu vardır. Bu baxımdan insan bu dünyaya imtihan üçün göndərildiyinə şübhə etməməlidir. Allahın ona bol-bol nemət verdiyin dərk etməlidir. Allahın əmrlərinə üz çevirənlər, Nəbilər Nəbisi Muhammed sallallahu aleyhi və səlləmin üzün tərk edənlər, 30 cüz Quranı dinləməyib ötənlər, malın, mülkün hər şeydən üstün tutanlar, cənnət, cəhənnəm bu dünyadadır deyənlər, etdikləri əməlin cəzasız qaldığını düşünənlər, yaxşı-yaxşı düşünsünlər. Alınlarında səcdə izi daşımayanlar, könüllərində İslam möhrü vurmayanlar, hələ də məscidə getməyi yubadanlar, özləri məsciddə, övladlarısa çayxana və meyxanalarda olanlar, vaxtlarını və qazanclarını israf yerə xərcləyənlər, haram halal bilmədən qazanc əldə edənlər, yaxşı-yaxşı düşünsünlər. Müsəlmanlar arasında ixtilaf salanlar, birlik, bərabərlik duyğularını öldürməyə çalışanlar, haram qazancla övladların bəsləyənlər, bəslədikcə də vicdan əzabı belə çəkməyənlər, qazanclarını Allah yolunda yox da harama xərcləyənlər, yaxşı-yaxşı düşünsünlər. Bir-birinin qəlbin qırıb halallıq belə istəməyənlər, qohumluq, əqrabalıq bağların qıranlar, təkəbbürlə insanlara yuxarıdan aşağı baxanlar, hər günahı işləyib də günahının cəzası qaldığını zənn edənlər, yetimlərin, kasıbların haqqını yeyənlər, Allaha səcdə etməyib də qul qarşısında əylənlər, yaxşı-yaxşı düşünsünlər. Çünki Allah hər işin, hər kəsin hesabını alandır. Məgər Allah hakimlər hakimi deyilmi? Allahın yolundan çıxıb da şeytanın yolu ilə gedənlər cəzasız qaldıqlarını mı zənn edirlər? Əsla. Allah qaranlıq gecədə, qara daşın üstündə qara qarışqanın atdığı addım səslərin görən və eşidəndir. Allahın və onun rəsulunun yolu ilə gedənlər qurtuluşa çatanlardır. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm vida xutbəsində belə buyurmuşdur mömin kəslərə: mən sizdən əvvəl axirətə gedib sizin üçün hazırlıq görəcəm. Sizin yaxşı əməllərinizə şəhadət verəcəm. Mən sizinlə Kövsər hovuzunun yanında görüşəcəm. Mən durduğum bu məqamdan Kövsər hovuzunu görürəm. Mən sizin şirk qoşmağınızdan qorxmuram. Lakin dünya nəfsinə görə bir-birinizlə boğuşacağınızdan qorxuram. Sizə 2 şey əmanət buraxaraq gedirəm. Birincisi Allahın kitabı olan Quran-ı Kərim, ikincisi də Sünnət-ül Muhamməddir. Kim bunlara riayət edərsə, bunlardan möhkəm yapışarsa, qurtuluşa çatanlardan olar.